Sabahınız xeyir, əziz, dəyərli, hörmətli və möhtərəm izləyicilər. Dadlı səhər yenə də sizinlədir. Gününüz uğurlu, xoş ab-havalı, yüksək əhval-ruhiyyəli açılsın inşallah. Və bugün bizim üçün özəl bir gündür, xüsusi bir gündür. Və bugün buzlar yavaş-yavaş əriməyə başlayır. Buzlar ki yavaş-yavaş əriyir, çayların suyu yavaş-yavaş daşmağa başlayır. Bu isə o deməkdir ki, artıq su çərşənbəsi gəldi və çərşənbəniz mübarək. Bizim üçün rəngarəng cümələr yox, bizim üçün cümələrin hər birinin özünə məxsus yeri var. Kimisi il sonunda qara cüməni, ağ cüməni, yaşıl cüməni. Bizim üçün il sonu çərşənbə axşamları ilə bitər. Elə bax bu il sonuna az qalmış 4 çərşənbədən birincisini su çərşənbəsini bugün yaşayırıq və su çərşənbəsinin adətləri nələrdir? Su çərşənbəsində paklığa çıxarlar, su çərşənbəsində təmizlik işləri daha çox gedər. Su çərşənbəsində su ilə evin hər tərəfini təmizlərlər. Hətta bəzi yerlərdə belə bir adət də var ki, su çərşənbəsində duzlu suyu evin kandarlarına, künclərinə çiləyərdilər və belə inanca görə bu qayda ilə evdəki mənfi auranı, mənfi enerjini, pis əhval-ruhiyyəni uzaqlaşdırmış olardılar. Və bu adətlərdən biri də məhz bundan ibarətdir ki, hər kəs öz qapısını, bacasını, kəndarını yaxşı-yaxşı su ilə yuyub təmizləyərdi. Su çərşənbəsində bayırda yüngülvari bir çiskin var. Və bilməm, telefonda gördüyümə görə birazdan saat 12-yə qədər deyəsən yağış yağmalıdır. Telefonda elə göstərdi mənə. Amma yağış yağsa da yeri var. Çünki düşərlidir. Səhər bir bal yağır hə indi? Vay, nə gözəl. Çiskin var idi. Hə, çiskini mən də gördüm. Çiskin gözəl idi. Amma yağışın su çərşənbəsində yeri var. Ot çərşənbəsində həmişə isti olardı. Yer çərşənbəsində hava külək olardı. Torpaq çərşənbəsində isə havada xoş ab-hava, bambaşqa bir ətir olardı. Yəni bunların hər biri Ocaq ayına elə-belə təsadüfdən deyil. Bunlar əzəldən, bineyi qədimdən, babalarımızın dövründən bu günə qədər maraqlı adətlər kimi gəlib və bu adəti iş arasındadır ki, təbiətimiz də qoruyur, saxlayır. Mən də o adətlərdən, mətbəx adətlərindən biri olan plov adətimiz var, şərbət adətimiz var ki, həmin o plov, şərbət adətini bugün burada dadlı səhərdə qoruyub saxlayıram və şərbət, plov adətinə sadiq qalaraq yemək hazırlayacağım, şərbət hazırlayacağım. Bu şərbət nədir? Bu şərbətin içində var qızıl gül, qızıl gülün qurudulmuşları. Çox gözəldir və Novruzun çərşənbə axşamının adətlərindən biri də bu ətirli ab-havanın olmasıdır. Burada qızıl gülün qurudulmuş qızıl güldür, limondur, şəkər tozudur və sudur. Sadə bir şərbətdir. Bu şərbətin adı da... Yox, şərbətin adı sadə deyil. Şərbətin adı bilirsiniz nədir? Nədir bu şərbətin adı? Bu içkinin, bu şərbətin adı nədir? Sadədir də, bax qızıl gül. Qızıl gülün qurudulmuşu, limon, şəkər tozu və
Ona görə də mən o taxtanın üstünə dəymədən, toxunmadan sakitcə bu taxtanı götürüb qoyuram bir kənara. Və başlayıram. Bura yaşıl taxta lazımdır mənə. Çünki birazdan soğanı doğrayacağım çölmək üçün. Deməli, bu çölməni əvvəl duzluyuram. Sonra bir balaca turşulayacağım onu. İş orasındadır ki, bura çox vaxt hazır ləvəngidən, yəni ləvəngi çox olanda hazır ləvəngidən qoyurlar. Və o ləvəngini də üstünə su əlavə edib bişirirlər. Mən isə çölməni bir dəfə lerikdə bir nənədən, bir anadan gördüm, öyrəndim və o qayda ilə də hazırlayıram. O nə eləmişdim? Bax belə, toyuğu qəşəng duzladı. Özdə elə belə yalandan toyuğa duz vurmazlar ha. Toyuğa duzu vurandan sonra, duz qatandan sonra onu bax belə toyuğun canına qəşəng yedirtmək lazımdır. Yəni, belə deyim, toyuğu duzla masaj eləmək lazımdır. Onun qəşəng kürəyini duzluyursa, sinəsini duzluyursa, bud hissə, bud dibi hissə, qol hissə, qəşəng duzladıqdan sonra onun digər əlavələrini qata bilərik. Bunu bəli, əhsən. Rejissorumuz çox qəşəng, çox gözəl bir nüansı. İstiyot olacaq. İstiyotu mən sonradan üstünə səməcəm. İstiyot elə bir neymətdir ki, onu gərək yeməyə axıra yaxın əlavə edəsən. Əvvəldən əlavə elədinsə heç nə. O artıq keyfiyyətini də itirdi, dadını da itirdi. İstiyotu yalnız və yalnız axıra yaxın əlavə edəsən ki, o öz ətini, bilirsiniz, ona görə də məhz istiyotu dəyirmanda masanın üstünə qoyurlar. Ki, o istiyotun ətini yeməyə xüsusi dad gətirir, xüsusi ləzzət gətirir. Buna deməli, Cabir nə dedi? Verilişin rejissoru Cabir dedi ki, onun üstündə cənub bölgəsini insanları bax belə çərtirlər ki, içinə də həmin o duz nüfuz etsin. Bəli. Budu da çərtirlər, qolun üstünü də çərtirlər. Doğrudur, tamamilə doğrudur. Burada artıq çərtilib. Kifayətdir. Həm çərtirlər ki, daxilinə həmin o turşulardan nüfuz etsin, həm də ki, bişəndə rahat bişsin. Bir də qol dibləri hissələr. Vəssalam. Gözəl. İndi bunu qəşəng turşulamaq lazımdır. Bax. Əvvəl duzluyuruq, sonra bunu turşuluyuruq. Bəh. Özü mən turşunu qarışdırmışam. Çox vaxt deyirlər ki, yalnız gavalı turşusu, nar turşusu, indi kimdə nə varsa ondan istifadə edir. Mən turşuları qarışdırıram. Bax. Turşunu biraz artıq eləyirəm. Niyə görə artıq eləyirəm? Çünki qoz ləpəsinə turşu qatmayacağım. Qoz ləpəsini birbaşa bunun üstünə əlavə edəcəm. Üstünə xırdalanmış soğanı tökəcəm. Sonra, bəsdir artıq. Sonra da onu göndərəcəm sobaya. Və sobada qəşəng bişəcək özü üçün. İndi qoz ləpəsini də elə bax, Lənkəranlılar kimi. Bolluca, ürəklə. Bax. Bunun ləzzəti bundadır. Dadı bundadır. Amma mən bir dənə bir söz deyim sizə. Nə qədər də mən bunu dadlı hazırlasam, ləzzətli hazırlasam, bunu bir Lənkəranlı kimi dadda hazırlaya bilmərəm. Çünki bunun ən yaxşısını, ən dadlısını eləməz Cənub bölgəsi hazırlayır. Bəs Qarabağlılar ləvəngi hazırlayırlar əlbəttə. O ləvənginin adı nədir onlarda? Alo. Salam əleykim. Salam, sabahınız xeyir olsun. Xoş eşitdik. Kiminlə danışırıq? Natavan xanımla. Natavan xanım, hardan zəng vurursunuz?
Bakıdan. Əcəb edirsiniz. Natavan xanım, Əcəb gününüz olsun. o Qarabağlıların Ləvəngiyə nə dediyini bilirsiniz? Valla onu bilmərəm, amma Lənkəran cənub mətbəxindən bilirəm. Mən özümdə pişirirəm tez-tez. Ləvəngi, çölmə ya peçdə pişirirəm. 2 cür qazan ləvəngisi olur. Peçdə də qoyuram, pişirirəm mən. Aha. Amma Qarabağ yadımdan çıxıb ya bilmirəm valla. Yadınızdan çıxıb, amma bilirdiniz. Belə Qarabağlıların sözün düzü, əsli Bakılılar şirin ləvəngi də eləyirlər, balıq içi doldururlar. Şirin ləvəngi, onu bilirəm. Qozla, kişmişlə, soğanla. bəli. Amma Qarabağı sözün düzü eşitməmişdim. Bu, mən Ağakərim Usta Buyurun. çərşənbənizi də təbrik edirəm, su çərşənbənizi. Çərşənbəniz mübarək. Sağ ol, sinə bax, həm ailənizlə, evlatlarınızla bir yerdə. Çox sağ Allah olun. sizə can sağlığı versin. Təşəkkürlər Natavan xanım, minnətdaram sizə. Verilişinizə də uğurlar arzulayıram. Mən o şərbəti dediniz. Bəli. Mən elə bilirəm ona qızılgül şərbəti deyirlər. Qızılgül şərbəti. Bəh. Adı gözəldir, amma yox, bu belə sadə ad deyil. Onun adı bir deyil. balaca mürəkkəb, bəlkə də çox nadir halda səslənən bir addır. Həri, ha. Hə. Çox sağ olun, Natavan xanım, zənginiz üçün. Sağ olun, oruc bayramımız da mübarək olsun. Allah Ramazan ayımızı mübarək etsin. Bəli, müqəddəs bizim üçün. Həmişə baxıram sizin verilişlərə, maraqlıdır. Allah sizi kimi ustaların canını sağ eləsin. Həmişə yadda Amin. qalan olasınız inşallah. Allah bütün oruç tutanların orucunu, dua edənlərin duasını qəbul etsin inşallah. Və mən də ümumiyyətlə evdə soğan üçün həmişə ayrıca bıçaq saxlayıram. Çünki soğan bıçaqların bir nömrəli düşmənidir. Ona görə də gərək soğanın bıçağını həmişə ayrı saxlayasan. Bəh. İndi bu əla doğrayır. Burada bir məsələ də var ha. Düşməni də ona görə ki, bir soğanı doğrayandan sonra bıçaq qalır elə özü üçün bir kənarda. Bəs soğan doğrayandan sonra nə etmək lazımdır? Nə etmək lazımdır ki, bəs soğan doğramayaq? Olmadı ki bu. Bəs soğan üçün ayrıca bir bıçaq saxlayaq mətbəximizdəki. Bu yalnız bu soğanındır. Elə də olmur axı. Heç kəs ona da diqqət etmir axı ki, bu yalnız soğanındır, bu ətindir, bu kartofundur. Bir bıçaq var və o bıçaqla da hər bir işi görürsən. Amma burada bir qayda da var. Qayda var ki, o qaydaya əgər riayət edirsənsə, o zaman sənin bıçaqların korlanmayacaq. Bıçaqların kütləşməyəcək. Bəs qayda nədir? Hansı qaydadan söhbət gedir? Nə qaydasıdır bu belə? İndi mən deyəcəm, siz də yadınızda saxlayın. Amma bu birazdan olacaq. Hələlik çölmə kebabını deməyəcəm, göstərəcəm ki, bıçaqları necə qorumaq lazımdır. Hələlik isə çölmə kebabının dəsturunu deyirəm sizə. Çölmə kebabı hazırlamaq üçün qəşəng toyuq götürürsünüz, kənd toyuğu. Yəni çolpadan eləyərlər onu əslində. Qəşəng bir kənd toyuğu götürürsən. O kənd toyuğunu təmizlədin, duzladın, istiyotlamadın, duzladın. Onları qəşəng çərtdin, turşuladın. Sonra üzərinə xırdalanmış qoz ləpəsi əlavə edirsiniz. Biraz su əlavə edirsiniz, biraz kərə yağı əlavə edirsiniz. Və qoyursunuz az, zəif odda özü üçün yavaş-yavaş pişsin. O bişir, hazır olur. Niyə görə bugün çölmə kebabını hazırlayıram? Çünki bugün şahpulovum da var. Və şahpulovu sadə hazırlayacağım və şahpulovun içində ət məhsulu olmayacaq. Şahpulovun xuruşu kimi mən çölməni təqdim edəcəm. Çölməni istəyən çörəklə yeyir, istəyən pulovla yeyir. İstəməyən də lavaşla nuş edir onu. Yəni çörək, düyü, aş istəməyən onu lavaşla da nuş edə bilər. Soğan qəşəng acı soğandır ya. Soğanı xırdaladım, xırda doğradım. İstər ləvəngidə, istərsə də çölmədə. Yaxşı olar ki, soğanı xırda doğrayasınız.
Bəh. Bu xeyirdir ya. Soğan nəyə görə gözümüzü yaşardır? Acıdır, məlum məsələ, başa düşdük. Amma onun tərkibində olan xlor uçur, hava ilə reaksiyaya girir. Göz su ilə qarışaraq, gözün suyu həmişə var. Göz suyu olmasa, gözün belə deyək, üzü quruya bilər. Kağız dəsmalı isladıb yanında saxlayırlar ki, bəli, o gözü yaşartmasın. Sonra saqqız çeynəyəndə düzdür, o da təsir edir. Niyə görə saqqız çeynəyəndə? Çünki saqqız çeynəyəndə ağız üz əzələləri çox hərəkət edir. Üz əzələləri də hərəkət etdiyi zaman bu gözə təsir göstərir. Hə, səhər soğan ağlatdı məni. Eyb yoxdur. Tək ki, gözümüz həmişə soğana görə ağlasın. Tək ki, gözümüzdən həmişə su məhz soğana görə gəlsin. Gözümüzdən su gəlsin xoşbəxtlikdən, gözümüzdən su gəlsin məhz gözəl günlərə görə, gözümüzdən su gəlsin məhz o gözəl anlar olur, gözəl dəqiqələr olur ki, o dəqiqələri yaşayanda, o dəqiqələri görəndə, o dəqiqələrin həyəcanından bəh. Bax, onların ləzzəti bir başqadır. O həyəcan insanı yaşadandır. Amma həyəcan da var ki, insanda bir çox xəstəliklərin yaranmasına səbəbkar olur. Çölməm hazırdır. Bunun üstünə biraz kərə yağı gəzdirim. Özdə əridilmiş kərə yağı. Mən bunu plov üçün hazırlamışam. Şah plov üçün. Amma bir balaca bunun da üstünə gəzdirim. Çox lazım deyil. Nəyə görə deyirəm çox lazım deyil? Çünki toyuq özü, baxıram, qəşən yağlı toyuqdur. Ona görə də ehtiyac yoxdur onu çox yağ əlavə etməyə, kifayətdir. Bəsdir. Bunun qapağını bağlayıram. Tavalarını da, tavanın kənarlarını da silim. Tavanın kənarlarını həmişə ümumiyyətlə, istər küveyt olsun, istər tava olsun, istər qazan olsun. Əgər sobaya qoyacaqsa, onun kənarlarını silin. Çünki o elə yanır ki, sonra onu yumaq, təmizləmək çətin olur. Göndərirəm bunu sobaya. Qəşən yavaş-yavaş özü üçün dəmlə bişsin. Bu dəmlə bişməsində olsun. Mən isə şah plovu hazırlayıram. Amma bir sual da vermişəm. Əslində 2 sual verdim. Sualımın biri belə idi ki, Qarabağlılar Ləvəngiyə nə deyir? İkinci sualım və əsas sualım da bu idi ki, qızılgül, limon, şəkər tozu və sudan ibarət içkinin adı nədir? Bilənlər varsa, qoy zəng edib desinlər. 538 08 62 əlaqə nömrəmizdir. Verilişimiz canlı yayımlanır. Suallarınızı da birbaşa canlı yayımdan cavablandırmağa hazırıq. Bugün su çərşənbəsidir. Çərşənbəniz mübarək. Su çərşənbəsində nələr edərlər, hansı adətlər var, hansı adətlərimizi yerinə yetirərik? Dayan. Burada su qaynamadadır, su orada çox olacaq. Ona görə o sudan bir balaca süzəcəm. Süzəcəm, burada təxminən 600 qram düyü var və düyünü əvvəlcədən
Əlavə etmişsiniz? Hə, az əlavə etmişsiniz. Yaxşı, indi mən özüm baxaram onun duzuna. Bax. İsti suyu əlavə edəndə yaxşıdır ki, su çanağı təmizlənir. Deməli, yavaş. Bu düyü qəşəng burada bişsin. Sonra bunu süzəcəm və dəmə qoyacam. Və belə bir sualım oldu ki, bu salda nədir? Qızılgül, şəkər tozu, limon və sudan ibarət olan içkinin adı nədir? Alo. Mən nasıl? Salam aleyküm. Salam. Kiminlə danışırıq? Əhmədova İranə. İlahə xanım, hardan zəng vurursunuz? İranə. İranə. Hə. Bakıdan zəng edirəm, Bakı xanım qəsəbəsindən. Hə. Əcəb edirsiniz. Deyin görə bu qızıl güllə hazırlanan şərbətin, şirənin, içkinin adı nədir? Mən bağışlayın, o şərbətlə yox, çölmə kababla Əlaqədar zəng etmişsiniz. Əcəb eləmişsiniz. Buyurun. Hə, indi Cənub bölgəsindənəm. Ancaq mən Cənub bölgəsi demək heç vaxt sevmirəm. Yəni, dəqiq adım deyirəm. Astaranın özündən. Biz deməli uşaqlıqda yadımızda o vaxtı hamısının evində tabaq olardı, tabaq. Tabaqda o da ağacdan yığınılardı da. İndiki müasir elə bir ki, balaca ləyənlər kimi. Bir də ki, hamının özünün qara daşları olardı, qara daş. Biz ancaq ləvəngini onda döyərdik. Bir də ki, neçə illərdir mən hamımızdan pişiririk də, biz onu broiler toyuqdan yox, düzdür, indi müasir döyürdü, broilerdən yox, biz onu ancaq kənd toyuğundan pişiririk. Qaz əti, ördək əti, sonra qaşqalda, onların ləvəngisində... Yəni, çölməni fərqli quş ətlərindən edirdiniz. Bəli. Mən belə başa düşdüm ki, çölməni fərqli quş ətlərindən hazırlayırdınız. Bəli. Mən də yemişəm. Bir də ki, çölmə kababım özünün İngilizdir. Siz əvvəldə dediniz onu, xüsusi saxsı qabı var, onun adı ilə əlaqələndirilir çölmə kababı. Bir də ki, biz onu öz dilimizə sulu ləvəngi deyə deyirik. İndi onu siz elə bir ki, ayrıca qatdınız, biz onda onu soğanla bir yerdə eləyirik. Onlardan qozu qarışdırılır. Özə biz sələflərdə, Cənub bölgəsində turşu iki cür olur. Bir var rüb, bir də var ki, palçıq turşusu. Biz ümumiyyətlə bunu pişirəcək palçıq turşusundan istifadə edirik. Aha, yəni rüblərdən istifadə ediyorsunuz. Siz də rüb deyirsiniz ona yoxsa? Yox. Turşu iki cürədir. Bir var rüb çox böyle sulu olur. Palçıq turşusu adından məlumdur da. Palçıq kimi olur. İndi düzdür çıxır. Hayır Rəna xanım, bəs bir dənə də yemək var. Mən onu Cənubda çox yemişəm. Kahı indi məşhur olub. Mən uşaq vaxtı yiyirdim. Düzdür. Kahını, o turşunu deməli suda həll eləyirsən, hatta ona şəkər tozu qatırsan. Şəkər tozu qatırsan, onu biz əl xüsus çərşənbə bayramlarında... O adı neydi? Onun adı neydi? Ən çox istifadə edilərdi. Elə bir ki, turşunu azda suda islatdın, ondan sonra ona azda şəkər tozu qatırsan, sonra kahını ona batırıb yiyirsin. Onun heç dünyada heç bir şeylə əvəz olunmazdı. Adamlar yadıma düşəndə ağzım sulanır. İndi oruç tutanlar var, yadlarına salmayaq onların. Ağız sulanmasa. Çox sağ olun zənginizə görə. Minnətdaram sizə, var olun, təşəkkürlər, çox sağ olun. Hə, oradan qəşəng bir neymətdir. O turşuya biraz sirkə əlavə edirlər. Qəşəng onu qarışdırırlar. Kahını ona batırıb yiyirlər. Kahı indi son, mən deyim sizə 10-15 ildir də, daha çox dəbə gəlib. Amma kahı əvvəldən elə, mən elə uşaq idim, yadıma gəlir ki, bazarda hər yerdən tapmaq olmurdu, düzündürsəm. Bir onu 3-cü mikrorayonda tapmaq olurdu, yadıma gəlir, dəqiq.
Bir də ki, təzə bazarda tapmaq olurdu. Ondan sonra başqa birisi bazarlarda yox idi. Kahı o bir-iki nəfərdə olurdu. Hər adamda da tapmaq olmurdu. Şahbulova gəldi desə. Şahbulovun hazırlaması üçün Şabalıd haqqında bir maraqlı sual gəlib. Onu da istəyirəm cavablandırım. Deyirlər ki, şabalıd almışıq və bu şabalıdı, o görün burada qarışıq şəkildədir. Bunu istəyirəm bir göstərim də hamısını. Çünki artıq hamısını qarışdırdıq. Burada badam da var, qoz da var. Amma şabalıdlar heç yaxşı deyil. Heç. Sadəcə mən deyim sizə ki, elə bu xonçada qalmaq üçün yaxşıdır. Məşhur musiqiçilərdə birinin bir sözü yazmışdı bir alət haqqında. Deyir, yaxşı alətdir, amma xalçanın üstündən asmağa. Da demirəm nədir, yadıma düşdü o birdə-birə. Baxırsan ki, qəşəng şabalıddır. Amma elə şabalıdlar da var ki, o şabalıdları üstündən deyir, belə toplama işarəsi kimi çərtirəm. Çərtəndən sonra onu qoyuram suya, suda onu bişirirəm, yenə də təmizlənmir ki, təmizlənmir. Yəni qabığı, bu qalın qabığı yox ha, pərdəsi. Pərdəsi onun üstündən çıxmır, aralanmır. Ümumiyyətlə, bunun təmizlənməsinin bir yolu var. Boy, sən kimsən? Buna bax. Gördün? Təzə alıb gətirmişəm ha bunu ya. Bir də elə bilərsiniz ki, keçən ildən qalıb. Dünən alıb gətirmişəm. Bax, içindən uçdu getdi. Kəpənək, güvə. Bax, dünən almışam, bax, bu şabalıdı. Özdə, yəni 6-7 manatda az deyil bunun üçün. Şabalıdı necə təmizləyib bişirirlər? Bəzilərini göstərəcəm sizin üçün. Bu da xarabdır. Bu da xarabdır. Alo. Alo. Salam əleykim. Aleykümselam. Xoş eşitdik. Kiminlə danışırıq? Bakıxanov qəsəbəsindən Rəhilə xanımla. Deyin görək, qızıl gül, şəkər tozu və limondan ibarət içki necə adlanır? O, mən hələ başa düşürəm ki, o gül kompotu. Gülab. Gül xoşab. Xoş al. Vay. Ab. Aha. Kompot. Bəs Gül Qarabağlılar, kompotu. Qarabağlılar ləvəngiyə nə deyir, bilirsiniz? Yox. Mən Qarabağlı deyirəm, onu heç bilmirəm də. Aydındır. Çox sağ olun. Sabahınız uğurlu açılsın. Gününüz aydın olsun. Yüksək əhval-ruhiyyədə olun. Üzünüz daima gülsün və nə olursa olsun hər zaman yüksək enerji dolu olasınız. Biz də, bax görürsünüz, şabalıd almışam. Qətibə xanım idi da deysəm. Qətibə xanım, bax dünən şabalıd almışam. Gəldim bugün, dünən elə gördüm onsuz da xarab edim. Bugün də bax, indi təmizləmək istəyirəm. İndi mənim əhvalım əslində pozulmalıydı. Amma əhvalımızı pozmuruq. Nə edeyim? Aldım, belə xarab çıxdı da. Baxdım üstündən qəşəng idi, əla idi. Amma gəldim, indi şabalıdı təmizlədikcə görürəm ki, heç də yaxşı deyil. Ümumiyyət istifadə olunacaq deyil. Baxın görüm. Biraz da qalsın. Şabalıdın pərdəsinin rahat təmizlənməsini istəyirsinizsə, mən bu il artıq 24-cü ildir ki, peşəkar mətbəxdəyəm. Bu 24 ilin haradasa 17 ilini bax şabalıdı bu qayda ilə istifadə etmişəm. Hansı şabalıd olursa olsun, şabalıdın uc hissəsindən kənarlarına doğru çərtirsiniz. İndi bu xərabdır da, yaxşısını göstərin. Kənarlarına doğru çərtirsiniz. Sonra bunu bir qazanın içinə qoyursunuz. Onun üstünə soyuq su əlavə edirsiniz. Onun içinə biraz duz əlavə edirsiniz və qoyursunuz qazın üstünə. Bu, haçan ki, pakkapak yox ha, haçan ki yavaş-yavaş qaynamağa başlayır ha, bıqqıldayır ha yavaş-yavaş ha. Onda götürüb qoyursunuz bir qarağa. Qoyursunuz bir kənara, 3-4 dəqiqə qalandan sonra süzməyin. İçindən ağırdır, çətindir, istidir, başa düşürəm. İçindən 3 dənə, 4 dənə çıxardın. Bir elə rahat təmizləyin. Elə rahat təmizlənəcək, elə gözəl təmizlənəcək ki, heç belə görmədiyiniz kimi ən gözəl üsuldur. Dərhal olmaz. Dərhal olmaz. Şabalıd görüm də indi yaxşısını tapa bilsəm. İndi düyünü süzmək lazımdır.
düyü. Süzgəcim harada? Hə, buradadır. Sizə nə əlavə edib? Alo. Alo, salam. Salam aleyküm, sabahınız xeyir. Necəsiz ustaz? Çərşənbə öz də mübarək, su çərşənbə. Bahəm inşallah. Niyyətlərimiz yerdə yetsin, can sağlığı, ruzu bərəkət. Amin, çox sağ olun. Bizə, bütün millət bizə. Usta, sualdan əlaqədar, şərbətlə əlaqədar zəng elədim mən. Hə, əcəb eləmişsin. Onun adı mənə elə gəlir ki, Güləmbərdir. Güləmbər. Hə. Bəh. Əslində qəşəng addır ya. Bu, Mən belə bilirəm. Güləmbər, görürsən belə bir ad var, adda insan var. Adlı var, hə. O insan adı da var elə Güləmbər. Yəqin qadın adı olar. Hə. Qəşəng addır ya, Güləmbər xanım. Güləmbər xanım. Amma Güləmbər deyil bu içki adı. Bəs Qarabağlılar ləvəngiyə nə deyir? Onu bilirsiniz? Yox, onu bilmirəm. Onu bilmirsiniz, Amma mən ləvəngini başqa cür hazırlayıram usta. Necə hazırlayırsınız? Deyin gəlsin. Hə, indi deyəcəm. Mən soğanı qovururam biraz. Aha. Hə, soğanı qovururam, qozu çəkirəm. Soğanı qovururam, çox yandırmıram da, biraz qızarır. Onu maşından çəkirəm. Hə. Maşından çəkəndən sonra onu əlavə edirəm qoza, qarışdırıram, biraz duz, istiotun zadı vururam, hamısını əlimlə qarışdırıram, yığıram toyuğun içinə də. Siz necə turşuladınız toyuğu? Hə. Aha, bəli. Hə. Bu qayda ilə hazırlayırsınız. Hə. Amma çox sağ soğanı olun. ki, o sıxırlar suyu belə. Onu xoşlamıram mən. Nəsə, qorulanda biraz o tam başqa cür olur. Aydındır. Çox sağ olun zənginiz üçün, gözəl fikirləriniz üçün. Bax bu qatıq deyil. Bax bu mən sizə deyirəm. Buna bax tökmüşəm, bu mən nənəmdən öyrənmişəm. Allah ilə nəzir rəhmət eləsin. Nənəm həmişə aşı dəmləyəndə süzməmişdən qabaq qazanın içinə bir 2 qaşıq, 3 qaşıq qatıq tökürdü, qarışdırırdı. Qəşəng olurdu, maraqlı olurdu. Hə, bax qatığı atmışam bura. Yəni yaxşı qatıq bu isti suyun içində yaxşı belə özünə hörmət edən qadın bu suyun içində belə qəşəng qarışmalıydı. Amma bu qatıq düyün qalıb. Bax, hər eləyirəm bunu qarışsın, həll olsun, qarışma. Düyün parça qalıb. Buna bax. Rəşad, gəl bəlkə göstərəsən bunu. Sənə əziyyət verəcəm ya, ay Rəşad. Bağışla da. Amma bax, bu əslində yəni tam belə yumuşalmalıydı, qarışmalıydı, həll olmalıydı, yoxa çıxmalıydı. Yəni, bu düyün qaldı. Ya bu yaxşı qatıq idisə, buna başlayalım. Gəl Rəşad, gəl. Bax buna. Buna bax. Bu düyün qalıb. Yəni, bunun içində nişasta var və nişasta ilə qatlaşdırılıb demək üçün laboratoriya lazım deyil. Buna bax. Qatıq əlavə elədim ki, düyüm qəşəng dadlı olsun, ləzzətli olsun. Bu da belə düyün qaldı burada. Bay. Heç nə, bunu süzüm, sonrasını yaxşı qarışdıraram. Bəh. Bu da belə. Ya bu qatıqdır da, bu niyə axı sən buna əlavələr eləyəsən? Bunu niyə qarışdırasan? Qatıqdır da, süddür də, bunu isitdim bir balaca. Mayasını əlavə elədim, vəssalam da. Niyə axı sən bu haramçılığı qatırsan bu məhsula? İndi mənim bildiyim nişastadır da, bəlkə də başqa bir şey də qatmırsan. İndi o mənlik deyil. O istehsalçının artıq öz inamına, öz belə deyək, qüruruna qalıb. Amma, bax, sadə bir şey dedim də sizə. Marketdən aldığınız qatıq, nə bilim, hardansa, kənddə inanmıram elə bir qatıq olar ki, ona kimsə nişasta ilə qatlaşdırsın. Amma qatıq alanda belə yoxlaya bilərsiniz. Yoxlayın, görün, o qatığı nişasta ilə qatlaşdırıblar, südü yoxsa yox. Hə, niyə vururlar? Əla, qəşəng sualdır, Rəşad. Çox əla sual verdin ki, niyə nişasta ilə qatlaşdırırlar ki? Ona görə ki, mən sənə deyim, bir var ki, 3 litr südü qaynadasan, sonra gözləyəsən ki, bu normal bir hərarətə, yəni 36-37 dərəcəyə çatsın, ondan sonra ona maya qatıb qatıq çalasan. Bir də var ki, 3 litr su özdə qaynadandan sonra o haradasa qalır, sənə deyim, 2 litr 400, 2 litr 500, haradasa 500-600 buxarlanır gedir, ən yaxşı halda ya. Yəni,
evdə çalsan bəlkə də 2 litrə qədər, 1 litri buxarlanır. Deməli, o çox buxarlanır. Ona görə də 3 litr südə, mən sənə deyim, 2 litr su əlavə eləyirlər. 2 litr su əlavə eləyəndən sonra onu nişasta da əlavə edib, onu qatlaşdırırlar ki, buxarlanma olmasın, həcm artsın, həcm itməsin. Yəni, mən sizə indi bir şey deyim də, südün litri neçədir? Neçə? 70 qəpiyə yox, 70 qəpiyə süd var. 1.50-dir. Mən elə kənddə 1.50 alıram. Hə, 1 manat 50 qəpiyə. Marketdə neçədir, onu bilmirəm də. Məsələn, 1 manat 50 qəpiyə süddür, düzdür? 1 litr, 1 banka qatıq almaq, 1 bərni qatıq almaq üçün, yəni 1 kiloqramlıq qatıq almaq üçün, haradasa 1 litr yarım süd istifadə eləməlisən. 1 litr yarım süd istifadə eləyəndə 1.50, o da 75, elə 2 manat 25 qəpik. Bəs 1 bərni qatıq neçədir? Neçədir? Neçə? 3 manatdır. Yəni 3 manatdır. Qiymətləri bilmirəm, doğrudan soruşuram ona görə. Bu 3 manatdır, hə? Yəni bunun əziyyəti, zəhməti o yana, bu yana, haradasa bu gəlir 3 manata başa gəlir. İndi bu neçəyə satılır bilmirəm. Yəni belə bərnilərdə neçəyə satılır onu bilmirəm. Alo. Alo. Salam əleykum. Sabah. Xoş eşitdik. Necəsiz? Çox sağ olun, yaxşı olsun. Kiminlə danışırıq? Mən sizin Ayda xanımla da Ayda xanım. Bəli. Mən sizin o şirniyyat, şərbət haqqında demək istəyirəm. Mən elə gəlir ki, onun adı Güləbatındır. Güləbatım. Bəli. Mən deyəcəkdim, amma redaktorumuz məndən qabaq oxudu. Deyir, dağlarda çiçək, ay Güləbatım. Bəli. Ayda xanım, və siz öz adınızla bağlı mahnını bilirsiniz. Mənim çox sevdiyim mahnılardan. Bəli, bilirəm. Brilliant Dadaşov oxuyur, bəli, bilirəm. Bir balaca zümzümə eləyərsiniz bizim üçün səhər. Siz müğayini deyirsiniz ki, deyərsiniz ki, səhər səsim kökündə deyil, yerində deyil. Bir balaca zümzümə də, mətbəxdir də, özümüz üçün söhbət edirik. Yox, ustaya bilmərəm. Sadəcə bilmək istəyirəm, yaxşı, cavabım doğrudur. Deyin görək, Qarabağlılar, Ləvəngiyə nə deyir? Mən adətən cənub zonasını bilirəm, amma onlar haqqında anlayışım yoxdur. Məlumatınız yoxdur. Çox sağ olun, zənginiz üçün. Təşəkkürlər, minnətdaram sizə. Başlayıram yavaş-yavaş bu şahbulovu yığmağa. Şahbulovu necə yığırlar? Şahbulov necə hazırlanır? Gəlin birlikdə bunu hazırlayaq. İncəliyinə qədər, xırdalığına qədər sizin üçün onu göstərəcəm. Hansı, necə, nə cür, hansı formada olmalıdır? Lavaş 26 cm diametrdə olmalıdır. Qazanın ölçüsünə görə götürürəm. Qoy görüm, adını göstərməyəcəm. Görüm diametrini yazıblar, yazmayıblar. Bax, nəyə görə yazmırsan? Lavaş istehsal edirsən, bunun üstünə yaz da, qardaş. Yaz ki, bu lavaşının diametri nə qədərdir? Biz də onu bilək. Bəlkə mən elə bir börək hazırlayacağım ki, onun diametri və yaxud da xanımlar evdəki küveytinin ölçüsünü bilirlər nə qədərdir. Xətkeş var, bir dənə bunu ölçüm gəlim. Qısa bir reklam. Olmur, şabalıtsız olmur. Şahbulov. Sağ ol Elma. Ay, sağ ol. Belə şey eləməzsən, şabalıtsız olmaz. Əhsən sənə, ay Elma. Bu lap mirişdi ki. Salam sağ ol. Gəldi, getdi. Özdə buzlu gətirib, bəlkə. Sağ ol Elma. Bəh, buna bax. Başa vursan baş partlayar. Bəs də deyir, hər şeydə nazlıq edirsən. Qaça gedib səhər üçün o boyda, marketdə qəşəng şabalıt alıb, gəlib, hələ bir narazılıq edirsən. Deməli, sağ ol Elma. Bəh. Deyirəm axı, şabalıtsız olmaz. Şabalıtsız şahbulov olar. Qəşəng bu pörtlənmiş şabalıtdır. Biraz bunun üstünə isti su əlavə edeyim. İsti sulla yumuşalsın, bir balaca yumuşalsın. Burada da su qaynayır. Dadlı səhər izləyirsiniz. Dadlı səhər hər zaman fərqlidir. Dadlı səhərdə hər zaman
Nələr yaşanır, nələr. Amma biz heç nəyi qurma, quraşdırma, əvvəlcədən düşünülmüş, planlaşdırılmış şəkildə etmirik. İstəyirsiniz inanın, istəyirsiniz deyin ki, əşi bir səhnədir qurublar, şov göstərirlər, nə edirlər. Burada hər şey olan kimidir, olduğu kimidir. Şahpulov hazırlayıram, şahpulov yığıram. Şahpulovun yığılmasını biraz içinə yağ tökdüm. Bunu ayrı-ayrılıqda yağlayanlar da var. Mən ayrı-ayrı bir-bir yağlaya bilmirəm. Hövsələm çatmır, onun üçün vaxtım gedir. Bir-bir yağla, bütün el aləm hər yer yağ olacaq. Ən yaxşı texnologiya budur. Deyim sizə, 2009-cu ildən bu yana, 2009-dan bu yana bu üsulla bişirirəm. 17 ildir. Bu da 17 ildir. 17 ildir bu üsulla bişirirəm. Famil ustadan necə öyrənmişəmsə, bax o qayda ilə. Özdə mən bunu harada öyrənmişəm deyə bilmərəm. Qazanın içini yağladım. Qazanın içinə bir dənə belə lavaş qoydum. Lavaşı ölçdüm. 26 idi. Düzdür, bəziləri 24-25 belə oynayırdı. Amma əsasən 26. 2 qat. 2 qat altına səririk, ən aşağı hissəyə. Bax, bir dənə də bir məsələ var. Lavaşın 2 üzü var. 200'lü lavaşdır bu. Bu 200'lü lavaşın qızarmış üzünü içərdə saxlayın, ağ üzünü çöldə saxlayın. Yəni, bu çöldə qalacaq. Bu qazanın yapışan üzü bu olmalıdır. Baba, bu qazana yapışan üzü olmalıdır. İçi içərdə qalmalıdır. Ağ üzü isə çöldə qalmalıdır. Sonra bayrağı hardasa 3 barmaq çıxardırıq, bax, belə bayrağı. Bunu qəşən bax, belə qoydum. Çevirdim. İndi nə edirik? 2 barmaq buradan bu yana keçirik. İstəyirsiniz sağa gedin, istəyirsiniz sola gedin. Fərq yoxdur. Yaxşı mənadadır. 2 barmaq bu yana. Sonra 2 barmaq bu yandan. Bax, belə bu qayda ilə başlayırıq bunu pərdə kimi döşəməyə. Bəzən bunu üçbucaq formada kəsirlər, o formada da edirlər. Mənim bir dostum var, şahpulovu o fərqli tərzdə təqdim etmək üslubunda o seçilir də həmişə. O fərqlidir, həmişə fərqlidir. Mir Mövsün. Mir Mövsünü, Miri şefi salamlayıram buradan. Mir Mövsün usta ilk dəfə o elədi. Buta kəsdi, xəritəni kəsdi, cürbəcür orada, hətta ölkə hüdudlarında da onu qəşən belə təbliğ elədi. Əhsən şefə, Əhsən Mir Mövsün şefə və bütün şəkildə belə qəşən orada üstündə fərqli ornamentlərlə, buta ilə maraqlı görüntülər etmişdi. O elədi, maraqlı bir görüntülər gətirdi. Həvəs olanda, səbir olanda pulovun üstündə oynamaq olar. Mən klassik üslubunu göstərirəm sizə. Klassik tərzi bunun necədirsə, onu sizin üçün təqdim edirəm. İstəsəniz edə bilərsiniz. Çox sadədir. Biraz xəmir yoğurursunuz. Yoğurduğunuz xəmirdən əl qabiliyyəti varsa, qəşəng kəsə bilirsinizsə, istədiyiniz formanı kəsin. Hətta sevdiyiniz bir insanın adının da hərflərini kəsə bilərsiniz. O adın hərflərini kəsəndən sonra qazanın qırağına yapışdırırsınız. Yağla, xiləylə yox, yapışqanla yox. Yağla yapışdırırsınız onu qazanın qırağına. Ondan sonra da üstünü lavaşla döşüyürsünüz və salam. Getdi. Başlayır bu bişməyə. Lavaşı döşədim. Lavaşı hissiyat lazımdır. Mən ümumilikdə 26 sm diametrdə olan qazanlarda hardasa 20-25 belə 20-25 arası lavaş say oynayır həmişə. Lavaşdan istifadə edirəm. Hal-hazırda demək olar ki 20'sini istifadə eləmişəm. Kənarların qalınlığına baxım. Görüm hər yer eynidir. Eynidir. Qalır bir dənə bunun üstü. Amma hələ üstünə keçid almıram. Şahpulov yuxarıdan necə görünür? Əla, gözəl. Bəh. Allah sənə rəhmət eləsin. Ay nənə. Bəh. Buna bax. Qatığı qatandan sonra gördüyünün rəngi necə olur? Buna bax. Bəh. Rəngi də gözəlləşir. Bu bir. İkincisi dənə-dənə qalır. Dənə-dənə ya. Elə bilirsən ki,
Abi bir onları sayıb oraya əlavə etmirsən. Bax, bunu qəşəng istənilən düyü növünə qatığa əlavə edə bilərsiniz. İstəyir basmati olsun, istəyir haşimi olsun, istəyir devziri olsun, istəyir yumru olsun, fərq etməz. Bütün növ düyülərə əlavə edə bilərsiniz. Deməli, indi şabalıt buradadır. Buna bax, hələ utanmaz əlimin altına da gəldi. Deməli, bura qara kişmiş əlavə eləyirəm. Qara kişmişi, niyə? Rejissorumuz deyir ki, qara kişmişin orada yeri yox idi. Niyə? Qəşəng olur. Şirindir, maraqlı dad gətirir ona. Maraqlı dad gətirir ona. Deməli, üstündən biraz düyü əlavə eləyirəm. Sonra bunun üstündən sarı kişmiş əlavə eləyirəm. Bunlar burada. Onun üstündən yenə də düyü qatıram. Bir də ki, kişmişdir, ərikdir. Mən bunları həmişə çalışıram. Tünd rəngdə olanlarından alım. Deməli, şabalıtlar. Sağ ol ay Elman. Elman ki, bu həngamədə işini də peşəkar kimi yerini yetirərək qaçıb mənim üçün tez bazar şabalıt alıb gəldi ya. Mən bu yaxşılığı heç vaxt unutmaram. Deyir, bir qəhvənin 40 il xətri varsa, bir şabalıdın ömür boyu xətri var. Alo. Alo. Salam aleyküm. Sabahınız xeyir olsun mənim əziz qardaşım Ağa Kərim bəy. Xoş eşitdik. Çərşənbə münasibəti ilə sizi və ailənizi, balalarınızı səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm can sağlığı, uzun ömür. Qoy düşərli olsun bu çərşənbə. Hamıya siz qarışıq. Bahəm inşallah, bahəm inşallah. Çox sağ olun, xoş sözlər üçün, gözəl sözlər üçün. Kiminlə danışırıq? Daimi tamaşasınız Rüfət bəydir. Rüfət bəy, Şahbulovla aranız necədir? Sağ ol, çox sağ ol, əla. Sizi gördük, sizlə danışıq, laf gözəl, laf əla. Mənim sizin verişdə bağlayan qardaşımına təşəkkürümü bildirəm. Allah can sağlığı, uzun ömür versin. Təşəkkür edirəm. Anam da sizi bayramınızı təbrik edir. Mənim oğlumun ad günü təbrik edir. Üzrüsən, bayramı təbrik edir sənin qəlbdən. Biz də təbrik edirik, biz də təbrik edirik. Allah can sağlığı versin. Bütün böyükləri, kiçikləri, həm yaşları, hər kəsi ürəkdən bu çərşənbə günü münasibəti ilə təbrik edirik. Ramazan ayı hər birimiz üçün uğurlu, düşərli olsun. Allah tutduğumuz orucu, etdiyimiz duaları da qəbul etsin inşallah. Ay Rüfət bəy, deyin görək bu qızıl güllə hazırlanacaq içkinin, şərbətin adı nədir? Qızıl güllə hazırlanacaq şərbət? Bəli, bəli. Vallahi bir məşrəbadın bir sözü var, tarixin adını yarısına kimi oxumuşum. Onu birinci dəfə sizdən eşitəm, Ağa Kərim bəy. Vallahi billahi bilmirəm. Bəli. Bu biraz çətin, amma diqqətlə izləsəz bunun adının açıqlamasını biləcəksiniz. Çox sağ olun zənginiz üçün. Minnətdaram sizə. Təşəkkürlər. Və mən burada Şahbulovu yığıram yavaş-yavaş. Bəh. Qəşəng, gözəl. Düydən biraz qaldı, eyb yoxdur. Bu qalsın. Hamısını tam olaraq istifadə etmək məcburiyyətində də deyilik. Hardasa bir nəfərlik orada düyü qalıb. O da şabalıt gətirənin payıdır. Əziyyət çəkib, mənim üçün sağ olsun. Şabalıt gedib efir vaxtı qaça-qaça tez o şabalıdı alıb, gətirib. Bax. Və bu, deməli, bunun üstünə bir dənə lavaş qoyuram. Bunun da ağ hissəsi yuxarı qalmalıdır. Bax, belə, bu qaydada yığdıq. Və salam, başlayırıq. Nəyə? Yığmağa. Şabalıtla yağın yerini dəyişirəm. Başlayırıq yığmağa. Bax, bükəndə, cənab rejissor, bir dənə buranın zəhmət olmasa verək. Bax, bükəndə buradan belə getmişdim, düzdür? İndi geri qaytarırıq, əksi ilə gedirik. Ən sonuncu vərək haradaydısa, biri gəldi bura, bu da bunun üstünə. Sonra o biri gəldi bura, bu da bunun üstünə. Bax, bu minvalla
Biz lavaşı axıra qədər bükürük. Heç birini yağlamıram, heç nə yağ əlavə etmirəm. İndi necə olacaq, hansı formada olacaq, necə edəcəm ki, onların hamısı qəşəng yağlı olacaq. Belə olanda birincisi yağa israf etmirik. İkincisi hər tərəfli qəşəng şəkildə qızarır. Söz ola bilməz onun qızarmasına. İndi təbii ki, sobada qızaracaq, baxacaq ona. Sonra çölməni bəlkə sobadan çıxartdım. Çünki şahpulov gəlir. Çölməni qoyacağım qazda, yavaş-yavaş dəm alsın, qəşəng bişsin. Məncə hazırdır artıq çölmə. Sadəcə indi onu bir balaca burada da elektrik sobasının üstündə də az, zəif odda saxlamaq istəyirəm. Bax, bu qayda ilə dartmayın ha. Dartsanız bir də əzməyin. Düyünü əzmək də olmaz, lavaşı dartmaq da olmaz. Yəni, bu artıq biraz hissiyat məsələsidir. Burada artıq sözün əsl mənasında sevgi göstərmək lazımdır. Sevgi ilə onu bükmək lazımdır. Onu hiss etmək lazımdır. Əgər televizora, seriala baxa-baxa onu bükəcəksinizsə, bilin ki, onu yandıra bilərsiniz. Serial demişkən, dünən Space televiziyasında yepyeni bir serial başladı. Və serial sevənlərin, mən elə gəlir ki, könlünü oxşayacaq bir serialdır bu. Çox maraqlı serialdır. Və hər bir serial da müəyyən mənada həyatı dərslərdən bəhs edir. Məktəb serialı. Xeyirli, uğurlu olsun. Bundan savayı Space televiziyasında bir-birinə maraqlı verilişlər getdiyi kimi hər gün ənənəvi olaraq hər Ramazan ayında yayımlanan İnam verilişi bu ildə yayımlanır. Seyid Camalın təqdimatında həm imsak vaxtı, həm də iftar vaxtı. Şahpulovumu yavaş-yavaş bükürəm. Şahpulovun yağını əlavə edirəm. Şahpulovun yağını əlavə etdikcə, bax, yavaş. Bir dənə bunu göstərək. Ehtiyatla. Deməli, bax, yağı əlavə etdik. Bir balaca pulovu kənara çəkirik. Bax, belə. Yağ yavaş-yavaş süzülür, gedir onun içinə. Sonra bu tərəfdən. Ay, biraz kənara əlimdən dağıldı. Yavaş-yavaş, bax belə yağı pulovun hər tərəfindən yedirdirik. Tam olaraq o yağı öz canına çəkir. Ümumilikdə, təbii ki, kiloqrama görə, düyünün çəkisinə görə yağın qəbul etməsi dəyişə bilər. Bu düyüdən, lavaşın qalınlığından asılı olaraq dəyişəcək bir amildir. Alo. Alo, sabahınız xeyir. Sabahınız xeyir, xoş eşitdik. Xoş eşitdik biz. Kiminlə danışırıq? Zeynəb xanımdır, Bakı şəhərindən. Ceyran xanım. Zeynəb xanım. Deyin görək, bu güllə, şəkərlə, limonla hazırlanan bu şərbətin, içkinin adı nədir? Səhv eləmirəmsə gül xətmidir. Gül xətmi. Bəs gül xətmi özü nədir? Gül xətmi bilmirəm axı, gül xətmi eşitmişəm amma. Çox əla bitkidir ya o, çox əla müalicəvi bir bitkidir. Bəli. Hə, öskürəyə qarşı düzdür. Biyandır, biyan köküdür, gül xətmidir. Bax, bunlar çox faydalıdır, amma yox, bu gül xətmi deyil. Bəs Qarabağlılarla qohumluq əlaqəsi varmı? Qohumluq əlaqəsi var, amma bilirəm nədən amma bilmirsiniz ki, onlar... Ləvəngini bilmirəm nə deyir. Ləvəngə nə deyir? Güldən söz düşmüşkən, Ağakərim Usta, əgər mümkündürsə, mən təxmini uşağı idim, nənəm düzəldirdi o gilabı. Əgər mümkünsə, əgər bilirsinizsə, onu da deyərdiniz. Gilabı necə hazırlayırlar? Gülab? Bəli. Gülabı mən sizin üçün may ayında hazırlayaram. Mənim həyətimdə o gülab Mən də güllərindən var. Göz yaddaşımda elə qalıb ki, mis elə bir qabın içinə gülün ləçəklərini yığırdı. Onun içinə də bir balaca fincan qoyurdu elə bil ki. Nə qoyurdunuz? Fincan. Fincan, aha. Elə bil ki... Şirə çıxdıqdan yığılırdı onun içinə. Bəli, o par elə bil ki, qalxırdı güllərdən. Aha. Oradan da süzülürdü o fincanın içinə bir damcı. Bəli.
Bax, elə yadımda qalıb, bilmirəm. Yox, bu biraz fərqli texnologiyadır. Düzdür, indi desəm də artıq onun çünki indi o gül yoxdur. May ayında onu əyani olaraq sizə göstərəcəm. Ancaq qızıl gülün ləçəklərindən olmalıdır. Təbii, ancaq təmiz qızıl gülün ləçəyindən olmalıdır. Yalnız, bəli. Yalnız qızıl gül ləçəyindən olmalıdır. Orasını da bilirəm. Bunu sizin üçün göstərəcəm. göstərəcəm. Prosta yadımda, uşaq idim, yadımda belə qalıb ki, mis qabı var idi, mis qabın içində ləçəkləri doldururdu onun içinə. Sonra elə bir ki, mis qabın qapağını geriyə çevirirdi də, belə bir şey. Aha. Təşəkkürlər zənginiz üçün. Mən bunu hazırlayıb göstərəcəm may ayında. May ayında həmin o güllər inşallah çıxanda qəşəng mən onu necə lazımdır hazırlayıb göstərəcəm. Deməli, şahbulovu bükdüm. İndi şahbulovun üstünə onun ölçüsü boyda lavaş kəsib qoyuram. Bunu da qoyuruq ona görə ki, üst hissəni yandırmasın. Yəni bu lavaş sonradan belə qəşəng-qəşəng nuş edə biləcəyimiz lavaşdır. Bu həm də onun altlıq rolunu oynayacaq. Getdi bu sobaya. Əvvəl sobadan çölməni çıxarım. Çölməni çıxarandan sonra burada da şərbətimiz. Şərbət qaynayır. Su qaynayır, yox hələ. Su qaynasın, şərbətdə hazırlayacağım. Bu əlcəyin biri haradadır? Burada. Görək çölməmiz necədir? Ağ çölməyə. Çox qəşəng qoxu gəlir. Yaxşı. Deyirlər, dərinə getmə. Burada oruç tutanlar var. Allah orucunuzu qəbul etsin. Belə də qoxudur da. Ne deyim? Toyuqdur, qoz ləpəsidir, turşudur, duz istiotdur, qırmızı soğan. Ya bunu baxaq, görüntüsünə elə bir baxın. Gəlin baxaq buna. Bəh, bu nə görüntüdür? Bəh. Belə də görüntüdür də. Amma doğrudan qəşəngdir ya. Bəh, həqiqətən də. Ləzzətlə belə yağı da düşüb. Bax. Necə gözəl. Demə, əcəb oldu. Yaxşı oldu, hə? Dediniz mənə, elə dediniz. Bildim elə deyəcəksiniz. Bildim elə deyəcəksiniz ki, barmağım yapışdı qazana. Barmağım bəh. Çölmə. Gör necə qızarıb bu. Gör necə qızarıb bu. Bunu deməli, bayaqda mən bu çölməni buradan çıxarandan yandı, əməlli başlı barmağım yandı. Qoy yağ tökün buna. Çünki dərin yanğıdır. Sonradan məni incitməsin. Ən yaxşısı bax belə yanğılarda yanan hissəyə duru yağ tökürsünüz və salam. Başqa heç eləmək lazım deyil. Özü düzələcək. Deməli, mən bu çölməni çıxarandan indi siz görmürsünüz, eşitmirsiniz. Bax, qulağımda rejissorun, redaktorun əsnəmək səslərini eşidirəm. Qarşımda operatorlar əsnəyirlər. Və bax. Bunu da çevirdim ki, bu hissələri də qəşəng qızarsın. Amma pişməyinə əladır ya, çox qəşəng pişib. Şirəli qəşəng pişib. Necə lazımdır? Əlimi yandıracaqdım yenə də. Yadımdan çıxıb ki, onu mən sobadan götürmüşəm. Alo. Salam aleyküm. Salam, sabahınız xeyir. Xoş eşitdik sizi. Mən də sizi xoş eşitdim. Əvvəla bugünkü gün münasibətilə sizi və bütün kollektivinizi ürəkdən təbrik edirəm. Bugün gözəl gündür, Çul Çərşənbəsidir. Hər kəs təbrik edirəm. Bütün Azərbaycan xalqını təbrik edirəm. Təşəkkürlər, çox sağ olun. Bəs deyin görək, qızıl güldən hazırlanan bu şərbətin adı nədir? Bizlərdə mən rayonuna zəng vururam, Kürdəmir rayonuna zəng vururam. Özüm də qoy təqdim edeyim. Mən şəhid Gizir Həşimli Cəmilin anasıyam, Kürdəmirdən, Sümüzər ana. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və bizim tərəflərdə, yəni Aran zonasında buna gülab deyirlər. Gülab deyirlər. Yox, gülab bir, belə deyək ki, şirədir. Bu başqadır. O içki deyil. Gülabı heç kəs içə bilməz. Gülab bir
ətir kimi istifadə olunur, gülab dadlandırıcı kimi istifadə olunur, ətirləndirici kimi qidalarda istifadə olunur. Gülab ayrıdır. Amma bunun adı tamam başqadır. Amma yenə də zənginiz üçün minnətdaram sizə. Çox sağ olun, təşəkkürlər. Bax, belə xanımların, anaların səsini eşidərkən adamın hər zaman könlü şad olur. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların hər zaman ruhu şad olsun. Burada da bu mənim yadıma salın. Mən buna hər dəfə əlimi aparanda yadıma salın ki, bu sobadan gəlib. İkinci dəfə də əlimi yandırdım. Deməli, şərbəti hazırlayıram. Bu şərbət, deməli, 1 litr su, sonra şəkər tozu, 250 qram şəkər tozu, sonra 100 qram gül, bir də yarım dənə limon. Baba, suyunu sıxdım. Özünü də attım onun içine. Bu başlayır yavaş-yavaş öz üçün qaynamağa. Bu qaynasın. Bu nə olacaq? Bu hansı şərbətdir? Bu şərbətin adı nədir? Bax, mən bunu soruşuram sizdə. Bilənlər varsa, qoy zəng etsinlər. 538-08-62 bizim əlaqə nömrəmizdir. Zəng etsinlər, desinlər ki, Ağa Kərim, o şərbətin adını mən bilirəm. O şərbət Şəkidə daha məşhurdur. Şəkidə o şərbəti hazırlayırlar. Özü eləməz, bu ərəfələrdə hazırlayırlar nəyə görə? Artıq qalan qurudulmuş qızıl gülləri il sonudur. Artıq qalanları hamısını istifadə edirlər ki, mayda yenisi gələcək. O yenisi gələndə onları yenidən qurudacaqlar. Yandıraq yenə, yaxşı. Deyir, üzərlik yandır. Rəşad deyirsə, orada bir hikmət var. Deyir, üzərlik yandır yenə də. Nə qədər deyir, heç nə olmayıb, üzərliyini yandır. Hə, nə deyirlər, bax o şərbətə? Bu şərbətin adı nədir? Bax, bunu mən soruşuram. Şərbətin içində nələr var? Şərbətin içində şəkər tozu, bax burada. Qoymuşam yavaş-yavaş özü üçün bişsin. Şərbətin içində şəkər tozudur, sudur, sonra limonun biraz şirəsidir, qızıl güldür. Vəssalam, çox dadlı, çox maraqlı, çox fərqli, eyni zamanda həm də faydalıdır. Məsələn, bu həkimlərin işidir. Mən həkimlərin işinə qarışmıram. Sadəcə olaraq qidanın faydasına görə fikrimi bildirirəm ki, qızıl gülün ürəyə çox gözəl faydası var. Qızıl gülün qoxusu da, qızıl gülün dadı da, ətri də, tərkibi də faydalıdır. Və bu şərbəti, məsələn, ürəyində biraz narahatlıq olan varsa, mənə ki, hər səhər bir balaca bu şərbətdən içsə, ona ürəyinə böyük bir qüvvət gəlmiş ola bilər. Və zəngimiz var. Alo. 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 Bəli. Salam aleyküm. Salam. Xoş eşitdik. Kiminlə danışırıq? Lalə xanım. Lalə xanım. Bəli. Ay Lalə xanım, qızıl güldən hazırlanmış bu şərbətin adı nədir? Bu içkinin adı nədir? Mən biləm, o afşaladır. Nədir? Ofşala. Nə şala? Of. Ofşala. Bəli. Ofşala. Bəs ofşala nədir? Ofşala bilmirəm, я так знаю, что это так называется, да, в смысле. Mən bilirəm ki, adı elə gedir də. Necə? Başa düşmədim. Səsiniz gəlmir. Yəni, bax, bu qızıl gülünü, yəni limon tuzunda ələyəndə, bizdə eləyərdik dünyadan rəhmətli də, yəni eləyəndə... Mən heç nə başa düşmürəm. Şəkər qatırdı, ona afşala deyirlər məncə. Aha, ofşalanı başa düşdüm, amma başqa heç nə başa düşmədim. Amma yenə də zənginiz üçün çox sağ olun, minnətdaram sizə, təşəkkürlər. Çox sağ olun. Səsiniz heç yaxşı gəlmir, heç nəyə başa düşmədim və ona görə də özürlü hesab edin. Amma ofşalanı başa düşdüm. Ofşala dedi də, düzdür? Ofşala. Ofşala maraqlı.
addır, maraqlı sözdür, ovşala. Eşitmişsiniz heç ovşala nədir? Orxan, ovşala nədir bilirsən? Ovşala, ovşala. Ovla bağlı bir şey. Ovdur. Şala nədir? Ov, şala. Bəh. Üzərin qoxusu da faydalıdır yer gəlmişkən. Və burada bax. Mən bu şərbətin doğrudan da həvəskarıyam ha. Bu şərbəti çox sevirəm. Çox sevirəm. Həddən artıq çox sevirəm. Hərdən bir hazırlayırıq. Evdə hərdən bir Günay xanım hazırlayır bu şərbətdən. Çox qəşəng, faydalı bir şərbətdir. Özdə bunu qaynatmayasan. Belə qoyursan axşamdan qalır səhərə qədər isti suyun içində. Səhər durursan, ondan bir bartaq belə özün üçün qəşəng süzürsən, içirsən. Qoy biraz da qalsın, dəmlənsin. Mən ondan süzəcəm. Özdə maraqlısı ondan ibarətdir ki, bax bu şərbət var ha, bu qaldıqca daha keyfiyyətli olur. Bu qaldıqca daha yaxşı olur, daha faydalı olur. Yəni necə? Suyun içində qaldıqca, çiçəklər, ləçəklər orada qaldıqca. Mən bunları qönçə şəklində, bunlar qönçələrdir. Bir var ləçəkləri, bir də var qızıl gülün qönçələri. Açılmamışlardır bunlar. Alo. Salam aleyküm. Aleyküm salam. Bayağıdan qadınlar zəng eləyir, düz Niyə? Bəylər də zəng eləyir. Maşallah bəylər də istəyir. O şərbətin adı Gülqənddir. Nədir? Gülqənd. Gürqənd. Bəs Gürqənd nədir? Hə? Gürqənd nədir? Gülqənd də, yəni qızıl gülün leçəyindən şərbət düzəldirlər, şəkər qatırlar. Kim istəyir limon da qatır, kim istəmir qatmır. Ona Gülqənd deyirlər bizlərdə. Gürqənd yəni deyirsiniz ki, qızıl güldən azlanmış qənddir. Bəli, qızıl güldən şəkərlə qarışmış şərbətdir. Qənddir. Suya tökürlər, qızıl gül leçəklərini şəkərlə əlavə edirlər. Olur şərbət. Kim istəyir limon Bunlar qatır, düzələn şeydir. Bizə deyin görə biz kiminlə danışırıq? Arif. Arif müəllim. Bax, siz Arif insansınız. Arif müəllimsiniz. Sözün əsl mənasında, hərfin mənasında Arif kişisiniz. Bəli. Bax, deyin görə. Bax, burada sözün adı var. Gülqənd. Bəli. Gülqənd yəni qənddir, gülla. Düzdür? Bəli. Bu gülqənd necə şərbət ola bilər? Belə bizlərdə belə deyil. Biz belə işimiz. Gülqənd deyirlər. Gülqənd. Yaxşı, bax, onda bir sual da verirəm sizə. Deyin görə sirop var ha, sirop. Bax, deyirik də sirop. Siropun indi yoxdur. Siropun tərcüməsi nədir Azərbaycan dilində? Siropun tərcüməsi... Ha. O, biz sirop mən deyirik də, deyilməyəcəm. sirop. Sirop yoxdur, Azərbaycan dilində sirop yoxdur. Bu bizim sözümüz deyil. Bizim gözəl dilimiz var, Azərbaycan dilinin gözəl dilimiz var. Bu sirop bizim sözümüz deyil. Bu siropun Azərbaycanca qarşılığı nədir, mənası nədir? Yox, bilməm, sirop deyəməyəm mənasındadır. Tərcüməsini deyəməyəcəm. Onda diqqətlə izləyin. Diqqətlə izləyin. Bax, buradan bir sual da gəldi. Neyim, sualdan sual çıxırdı, sualdan sual çıxırdı. Mən benim əvvəlcədən düşünmüşdüm. Mən məgər əvvəlcədən bunları planlaşdırmışdım. Əsla, xeyr. Amma bu sualdan sual çıxır. Sirop da, sirop deyən göstərim. Yox, bu sirop deyil, bu şərbətdir. Bu sirop deyil. Sirop var da, siropum da yoxdur ki, göstərim sizə ki, sirop nədir. Sirop deyirik də, şokolad siropu var, çiyələk siropu var. Bu sirop Azərbaycan dilində nədir? Bunun qarşılığı nədir? Bilirsinizsə zəng edin deyin. 538-08-62 əlaqə nömrəmizdir. Arif müəllimlə danışdığıma görə yadıma düşdü ya o siropun Azərbaycanca mənası. Yoxsa belə heç ağlımda yox idi. Arif müəllimlə danışdıq, o ad yadıma düşdü ki, hə, doğrudan ha, bu ad siropda idi. Qısa reklam arası var. Yine buradayım. Dokkuza 7 dəqiqə qalıb və Space televiziyasında hal-hazırda məndən, operatorlardan başqa heç kəs yoxdur. Çünki bütün həyəcan siqnalları artıq işə düşüb və hər kəs, heç kəs qaçmıyor, heç kəs qaçmıyor. Hər kəs oturub dadlı səhərə baxır. Çünki dadlı səhər ən böyük həyəcan siqnalıdır. Səhər tezdən ən böyük həyəcan siqnalı məhz dadlı səhərlə başlayır. Əhval-ruhiyyə siqnalı gəlir. Əhval-ruhiyyənin pozitiv enerjisi gəlir. Yüksək ab-hava gəlir dadlı səhərlə. Və bu dadlı səhərdə də su çərşənbəsində nələr hazırladıq, nələr. Su çərşənbəniz mübarək. Və bu su çərşənbə günündə də şərbət hazırladım ki, bu şərbətin adı
bəli, 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 ovşaladır. Ovşala dedilər, düz də dedilər. Ovşaladır, ovşala şərbəti hazırladım. Ovşala içkisi bizim mətbəxdə. Bax, 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 bax. Hələ bu qalanda daha gözəl olur ha. Bunun rəngi dəyişir, biraz çəhrayı rəngdə olur. İndi isə, amma çox gözəl içkidir bu ovşala. Ovşalanı mən 2 dənə içinə gül hələ belə qoyuram ki, sadəcə bir görüntü olaraq qalsın. Yəni, bilinsin ki, bax, bu gül şərbətidir. Çox dadlı, çox ləzzətli, qəşəng belə maraqlı, həm də faydalı içkilərdəndir bu. Ovşalanı hazırlamaq üçün nələrdən istifadə etdim? Ovşalanı ovladım həmin bu qızıl gülləri. Qızıl gülün qönçələrindən şəkər tozu ilə birlikdə limon şirəsi qatdım. Və qəşəng bax, bunu necə hazırladım. Bunlar haqqında yavaş-yavaş məlumat verirəm sizə. Ondan sonra şahplovu da təqdim edəcəm. Suallarım isə hələ də cavabsız qalıb. Suallarım belə idi ki, adını Qarabağlıların dediyi kimi deyəcəkdim. Nəyi soruşur? Ləvəngi. Hə, ləvəngi. Qarabağlılar ləvəngiyə nə deyirlər? Bu bir sualım. İkinci sualımsa bu idi ki, sirop Azərbaycan dilində nədir? Ne gözəl dilimiz var, ana dilimiz var, Azərbaycan dilimiz var, zəngin dilimiz var. Nit qaçıb danışmaq istədikcə adam bülbül kimi cəh-cəh vurmaq istəyir bu dildə. Çünki sözlərin ahəngliyi, sözlərin gözəlliyi, cümlələri daha dadlı, ləzzətli, baməzə edir. Bəzən də bu dilə, bu sözə elə xarici sözlər qarışdırıb danışmaq istəyirlər ki, pişmiş toyuğun gülməkdən qarnı yarılıb ləvəngisi yerə dağılır. Ona görə də o pişmiş toyuğu güldürməmək üçün gəlin elə hər zaman öz doğma
ana dilimizdə danışaq. Elə ana dilimizdə olan sözlərimizi də beyinlərimizdə hər zaman təkrar etdikcə o dildə olan sözlər, öz dilimizdə olan sözləri də olduğu kimi saxlayaq. O sözlərdən biri də siropun Azərbaycan dilində olan qarşılığıdır. Sirop Azərbaycan dilində nədir? Deyin onu və bundan sonra açıqlayaq. Necə ki, menyu artıq yemək çeşnisidir. Necə ki, resept artıq Azərbaycan dilində dəsturdur. Biz bunu dəstur kimi təqdim edirik, səsləndiririk. Necə ki, balon, banka yox. Biz artıq onlara bərni deyirik. Eləcə də sirop Azərbaycan dilində nədir? Bugün adı açıqlandıqdan sonra, bundan sonra sirop adını dadlı səhərdə eşitməyəcəksiniz. O siropun adı yalnız və yalnız Azərbaycan dilində, doğma dilimizdə, can dilimizdə səslənəcək. Və can demişkən canımıza faydalı olan bu qidaların, yeməklərin necə hazırlandığından sizə danışmaq istəyirəm, bəhs etmək istəyirəm. Ovşaladan başlayaq. Ovşalanın hazırlanması üçün götürdüm qızıl gülün qönçələrini, onu əlavə etdim bir qaynar suyun içinə, üzərinə şəkər tozu əlavə etdim. Hardasa 1 litr yarım suya 250 qram şəkər tozu, 100 qram qızıl gül qönçələri, biraz da limon şirəsi. Limon duzu olsa limon duzu da qata bilərsiniz, olmasa limon şirəsi. Əslinə qalsa limon şirəsi limon duzundan daha yaxşıdır. Bu daha faydalıdır, nəinki limon duzu. Limon duzu nə qədər olmasa da bir istehsalat keçib də. Elə belə gəlib limon duzu olmayıb ki. Yəni o bir müəyyən bir mərhələlərdən keçib, ondan sonra gəlib limon duzu olub. O mərhələləri keçməkdənsə adı limon özünü götürün işlədin də. Gözəl, sərfəli və daha təbii. Bu ovşalamız. Ovşalamızı qəşəng dəmlədik, süzdüm. Qəşəng biraz hərarətli düşsün, soğusun, soğuyandan sonra ləzzət edəcək. Özdə iftar süfrəsində, iftar deyirəm ha, imsaqda da yaxşıdır ya, yeri gəlmişkən. Mənim bibim həmişə mən oruç tutanda o axşamdan mənim üçün şərbət dəmləyirdi zəfəranla. Mən səhər dururdum, o şərbətdən bir fincan qəşəng içirdim. Bütün günü məni elə qəşəng tuturdu ki o şərbət. Belə günün sonuna qədər heç bir narahatlığım da olmurdu, heç bir susuzluğum da olmurdu. Şərbətdir də boğazı yandıra bilər deyərsinizsə, yox. Heç nə yandırırdı, nə narahatlıq verdi. Allah qəşəng də tuturdu. Amma bu fərdi olaraq mənə belə təsir göstərib. Bəlkə kiməsə başqa cür təsir göstərə bilər. Gəlirik. Bu yeməyin adı nə idi? Yadımdan çıxdı. Yeməyin adı nədir? Çölmə. Heç yadımdan çıxdı. Çölmə kebabı. Çölmə kebabı da hazırlamaq üçün nələrdən istifadə etdim? Qəşəng bir kənd çolpası. Kənd çolpasını təmizləyirsiniz. Mən də broiler idi əlimdə, broilerdə istifadə edim. Məcbur deyilsiniz ki, kənd çolbasından da edəsiniz. Tapa bilmirsinizsə kənd çolbası, eləyin broilerdən. Nə olacaq ki? Toyuqdur da. Heç ürəyinizə də onu gətirmək ki, ya bunun dadı bu deyil, bu dadı bu deyil. Rahatlıqla yiyin, xoşluqla yiyin. Əgər varınızdısa, min şükür. Yiyin, nuş edin və şükr edin. Əsas budur. İndi olsa lap yaxşı, olmasa da min şükür, deyilmiyorlar. Hazırlayın, yiyin, nuşu canınız. Toyuğu qəşəng duzladım, sonra turşuladım, sonra onu qoydum bir dənə qəşəng qazanın içinə. Çölmə də yoxum idi. Ne deyim, çölməm yoxsa çölmə kebabı hazırlamayım. Ürəyim istəyir axı. Ürəyim istəyirsə belə dayaz qazanlardan götürdüm. Toyuğu duzlanmış, turşulanmış toyuğu qoydum o qazanın içinə. Üstünü qəşəng qoz ləpəsi ilə doldurdum. Bu da oldu sulu ləvəngi. Sonra istiot qatmamışdım. İstiotu indi qata bilərsiniz gəlmişkən. Rəşad bana indi istiot qatıb yemək yolda. Sonra onu qəşəng duzladı, turşladıq. Qırmızı soğan əlavə elədim, xırda-xırda doğranmış. Qəşəng bunu qarışdırdım. Bir balaca üstünə su. Göndərdim bunu sobaya. Sobada qaldı özü üçün qəşəng dəm aldı, dəmə düşdü, yağa düşdü. Biraz yeri gəlmişkən orada kərə yağı tökmüşdüm. Qəşəng dəm aldı, dəmə düşdü, bişdi, götürdüm. Götürdüm, ürəyim sakit olmadı. Biraz da sobanın üstündə, elektrik sobasının üstündə saxladım. Amma yaxşı eləmədim, düz eləmədim. Gərək onu qoymazdım. Çünki əla bişmişdi. Bir balaca toyuğun sinə hissəsini ötürdü. Bir balaca sinə hissəsini ötürdü. Gizlətmirəm də, buradadır. Çünki ola bilər, sizin də başınıza gələ bilər. Mənim başıma gəlib, qoy sizin başınıza gəlməsin. Ona görə də diqqətli olun. Əgər sobada saxlamışsa, elə axıra qədər də o sobanın içində qalsın, orada bişsin. Sobadan çıxarıb sonra elektrik sobasının üstünə qoysaz, ya gərək gözünüz, diqqətiniz onun üstündə olsun, nəzəriniz onun üstündə olsun. Çünki orada qoz ləpəsi var, qoz ləpəsi özü də yağlıdır, toyuq da yağlıdır, mən orada kərə yağı da qatmışam. Bunlar orada dibə çökür, çöktüycəndə onu yandıra bilər. Ya da ki, mənim kimi ağzınız söhbətə qarışsa, bir balaca ötə bilər, o da ola bilər. Sonra, bu da bax, bu qaydada hazır
İstədiyiniz kimi doğrayın, istədiyiniz kimi təqdim edin. İstəyirsiniz çörəklə yiyin, istəyirsiniz lavaşla yiyin, istəyirsiniz, mən indi birazdan pulovla təqdim edəcəm. Şahpulov hazırladım, klasik şahpulov. Şahpulovun içinə nə toğu qoydum, nə ət qoydum, nə qoyun əti qoydum, nə balıq qoydum, heç nə qoymamışım. Sadəcə quru meyvələr, bir də şabalıtdır. Hə, şabalıtla onun dadı, ləzzəti tamam başqa olacaq. Qoy görüm, şahpulovum. Bəh, 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 bəh. Qəşən qızarıb ha, çox qəşən qızarıb. Görüm, necəsən? Bir iki dəqiqədə qal, götürərəm səni. Hələ vaxtımıza var da, hə. Düzdür? Həm də nə qədər vaxtımıza var? Varımızdır. Bir, 3, 5 dəqiqəyə onu çıxardaram. 5 dəqiqəyə onu çıxardaram. Hələ ki vaxtımız var. Hələ ki vaxtımız var. O qalsın orada qəşəng, öz ləzzətində, öz dadında hazırlansın. Hə, indi mən sizə bir qəlyanaltı da göstərəcəm. Bu qəlyanaltı, mən bunu qutabın içində yemişəm. Hətta qutabın içində çox maraqlı, fərqli, qəşəng bir dad gəlib ondan. Tamamilə fərqli olub. Və bunu da saxladım, verilişin axırına yaxın edim ki, bu sizin üçün hərdən bir belə məzəli, fərqli bir qutab istəsəz. Çünki bayağı dedim, Qəbələdə şabalıd qutabı yemişdim. O şabalıd qutabının içi başqa idi. Mənim də sizin üçün başqa cür şabalıd qutabı edəcəm. Bu şabalıd qutabı üçün nə lazımdır? Hazır lavaşdan istifadə edəcəm. Şabalıddan istifadə edəcəm. Şabalıdı qəşəng suda pörtledirsiniz. Pörtlənmiş şabalıda ləvəngi əlavə edirsiniz və yaxud da turşu. Yox, soğuyub. Soğuyub. Dedim, indi əlimi yandıraram yenə. Amma soğuyub artıq. Deməli, çox maraqlı olur, çox qəşəng olur, dadlı olur. Bunu əslində başqa bir gün hazırlaya bilərdim. Amma indi, madam ki yerinə düşdü, hazırlayıb göstərəcəm. Şabalıd. Şabalığın üstünə qoz ləpəsi əlavə edirəm. Qoz ləpəsi, duz, istiot, bir də turşu əzməsi. Məndə indi turşu əzməsidir, qozdur, soğandır. Bunlar hazır burada var. Ona görə də bax bundan əlavə edirəm. Şabalıdla bunu qəşəng qarışdırıram. İndi bunu blenderda xırdalayıb və yaxud da şabalıdı kartof əzənlə əzib onu digər ingrediyentlərlə qarışdıra bilərsiniz. Kimsə yeyib bundan, yoxsa yox. Mənə deyin görək. Mən sizə indi bir dənə bir şey deyəcəm. Deməli, bax, bu var ha. Bu paşletdir də. Yəni, tam götürsə paşlet. Paşlet təkcə kərə yağı ilə, ciyərlə olmur ki. Növbə-növ paşletlər var. Alo, deyəcəm açıqlamanı, bir zəngisi cavab verim. Sabahınız xeyir, xoş eşitdik. Günün uğurlu olsun, Əli daimi tamaşasın. Kiminlə danışırıq? Əli dayı, Zəngiran. Hə, Əli dayı. Sabahın xeyir olsun, günün uğurlu olsun. Bizdən pizza aparan Əli dayıdır. Bəli. Hə, bax belə minnətli kimi çıxmasın ha, sadəcə olaraq elə yadımda qalıb, ona görə. Yox, əstəğfurullah, hamını yadasınız. Hər gün sizə nə qədər insanlar baxırlar, maruzanızı verilişdik. Gözəl aparsın, gözəl kollektivində salamlayıram. Böyüncü çərşənbədə düşərli olsun. Ramazan ayda düşərli olsun. Mən orada diqqətlə qulaq asıram. O bizlərdə dərdirlər ki, toyuq bastırması. Hə. O dediyinizdə də deyirlər ki, gəl kompot eləmişim, gel kompot et. Şirədə deyirlər, belə deyirlər. Amma maştaş vardı bizdə, deyirlər ki, toyuq, aşağı toyuq olsun. Yəni düyünü, sonra toyuq qoyurlar. Amma beləsinə nəvəngiyə bizim zonalar, Qarabağ demə, Zəngilanda toyuq soyutması deyirlər. İndi sual cavab düzdür, onu siz qiymətləndirə bilərsiniz. Ay dayı, siz deyənlər tamam başqa şeylər deyir. Valla tamam başqa şey. Toğuq soğutması başqa bir şeydir. Kompot ümumiyyətlə bizim sözümüz deyil. Bu xoşabdır. Bu başqa şeylərdir. Amma çox maraqlıdır sizin səsinizi eşitmək, sizin zənginizə cavab vermək və sizinlə söhbət etmək. Gününüz uğurlu olsun, çərşənbəniz mübarək. Mən də burada şabalıdla qəşəng bir qutab hazırlayıram. Şabalıd qutabı.
Şavaldı qəşəng paştet eləyirəm qozla, qırmızı soğanla, duz. İstiot qatmamışam, istiot da qatacağım. İstiotunu da bundan əlavə eləyirəm. Çox maraq, bu paştet kimi də saxlaya bilərsiniz. Səhər yuxudan ayıldınız, imsaqda qəşəng bunu yağlı pendirdən qatırsan. Qaymaqlı yağlı pendir, əla olur. Qara çörəyin üstünə çəkirsən, bax. Onun bir də paştetdir də, yəni, nə deyim buna? Amma mən bunu qutab kimi hazırlayacağım. Bu görüm tavam haradadır. Onu kənara çəkeyim. Bu qaşıq mənə lazımdır. Tez görün, vaxtım çatacaq ona. Tez bunu qutab kimi hazırlamaq istəyirəm. Şahbulov da orada bişmədədir. Şahbulov, necədir vəziyyət? Baxım. Qəşəngsən, əladır. Dayan biraz hərarətini alım. Sən xırda özün üçün qızar. Gəlirəm. Birdən-birə qutab gəldi ortaya. Gərək bağışlayasam. Qutabda da fərqi yoxdur. Qutabda da gərək ağ üz çöldə qalsın. Bax. Siz elə belə deməyin. Ne oldu Ağa Kərim özündən oyun çıxartmır. Özündən oyun çıxartmır. Ağa Kərim heç nə burada kəşf eləmir. Belə bir yemək bizdə var. Şabalıd qutabı var. Ləvəngi qutabı var. Və bu çox dadlı, ləzzətli, maraqlı qutablardandır. Bax. Bunu bir dəfə yesəniz, deyəcəksiniz ki, doğrudan da bu ləzzətli. Amma mənə görə ən yaxşı qutab bilsin nədir? Ət qutabı. Ən ləzzətlisi. Amma heç vaxt, nə qədər məcbur eləsən də, indi heç vaxt demək, düzdür. Amma ki, çalışaram ki, nadir halda hardasa ət qutabı yiyim. Çünki ət qutabı mənim üçün o qədər həssas bir yeməkdir ki, ət mövzusunda ümumiyyətlə çox az adama etibar eləyərəm. Az yerdə, az qonaq getdiyim yerlərdə ət yeyərəm. Hətta bəzi yerlərdə boynuma alıram, yalan da danışıram. Deyirəm ki, vegetarianam, mən ət yemirəm. Məni üzürlü hesab edin, çünki bizdə var axı. Sən mənim canım, bir dənə bundan ye. Əla deyə, elə yaxşı ətdir, elə yaxşı ətdir. Deyə bilmirsən ki, bu sənə görə yaxşı ətdir də, amma mən bunu bilirəm axı. Mənim burada ehtiyat elədiyim məqamlar var axı, ehtiyat elədiyim nüanslar var axı. O nüanslara görə mən bu ətdən yeyə bilmərəm, istəmirəm. Hansı nüanslar var, deyim sizə. Bax, əti qiymə eləyəndə çox adam ətin o şəndirləri deyirik də, damarlı hissələri. Götürüb onu da çəkirlər. Mən onu çəkməyi xoşlamıram. Onları qiymədə... Bağzım söhbətə qarışdı. Əlim də avtomatda işləyir. Biri belə qaldı, bir dənəsi belə. Digərləri bu formada. İndi baxın, görün. Bununla bunlarda fərq var. Əlbəttə var. Bunun görüntüsünə bax, bunun görüntüsünə bax. Hansı gözəldir? Əlbəttə ki, bunlar. Çünki o qızaracaq axı. O qızaranda daha gözəl olacaq. Bu qızaranda biraz belə qaralmış formada olacaq. Qiymə ətlərdən çox vaxt çəkinirəm. Məhz ona görə, qarışdırılmasına görə, yuyulmasına görə, təmizlənməsinə görə, ət maşınının içinə görə, ət maşını çox vaxt özüm də evdə çalışıram, özüm yum. Bilirsiniz niyə görə? Onun bəzi ara kəsmələri var ki, mən vasvasa deyirəm, amma müəyyən mənada bəzi xırdalıqlar var ki, gərək onlara diqqət edəsən. Alo. Salam aleyküm. Ay, aleykümə salam, xoş eşitdik. Kiminlə danışırıq? Necəsiz? Əla, mükəmməl, möhtəşəm, çərşənbəniz mübarək. Sağ ol, sizlə belə sizə can sağlığı, uzun ömür arzulayıram ki, həmişə belə şən olasınız. Amin. Kiminlə danışırıq? Elmandır. Elman bəy, hardan zəng vurursunuz? Bakıda. Əcəb edirsiniz. Elman bəy, deyin görək, Qarabağlıların Ləvəngə nə dediyini bilirsiniz, eşitmisiniz? Yox, onu bilmirəm. O, sənin sirop dediyin sözü deyəcəm. Sirop. Sirop nədir Azərbaycanca? Sirop elə bir dənci şərbət meyvə şirəsi deyirlər ona. Ya da qatı elə bir dənci şəkərli məhlul deyirlər ona. Şəkərli məhlul. Bu açıqlamada axı, bu ad deyil. Bir də meyvədən hazırlanmış şərbət meyvə şirəsi deyirlər Azərbaycan dilində.
Amma maraqlı açıqlamadır. Bir dənə də Sualınız var. olacaq ki, bu işlətdiyiniz qazan haqqında da məlumat verə bilərsiniz. Neyi verə bilərəm? İstifadə etdiyim qazan? Bəli. Qazandır da. Yəni nə barədə? Necə qiymətini? Keyfiyyəti barədə. Keyfiyyəti, əla. Keyfiyyətdə söz ola bilməz. Qazanları özüm seçmişəm. Özüm xüsusi olaraq getmişəm, almışam. İndi deyə bilmərəm hardan. Amma qazanlara söz ola bilməz. Düzdür, bir dəfə qonağım gəldi. Qazanın içərisini biraz cızdı. Qonağımdır da, neyniyim? Qurban da ona da. Qoy olsun. Qonaqlarımıza biz həmişə xüsusi hörmətlə yanaşıq. Amma ki... Yəni, mümkün olsa hansı firmadır, yəni hansı qazan deyə bilər? Firmasını deyim də mənim gözüm üstə. Mən onun firmasının adını hardan almışam, hansı markadan almışam deyim, maaşımı da qoyub gəlim. Yox, olmaz, əlbəttə yox, deyə bilmərəm. Heç şey deyə bilmərəm. Amma keyfiyyət baxımından birisi necədir? Qazan alanda keyfiyyətinə baxın. Keyfiyyətini necə bilmək olar? Birincisi, qapaq hissə içərdən bağlanmış olmamalıdır. İçərdən bəzən bağlayırlar. Vurqacla da onu qəşən bağlayırlar, sıxırlar. Nə qədər vurqacla bağlasan da o bağlanmır. Tavanın qulpu oynayır. Məndə isə bax, qulp ayrı, tutacaq ayrıdır. Yəni o içərdən bağlanmayıb ona, o xüsusi möhkəm formadadır. Buna diqqət etmişəm. Diqqət etmişəm ki, bu həm sobaya girən olsun, həm də qazın üstündə, elektrik sobası üstündə saxlanan olsun. Diqqət etmişəm ki, içərisi saxta teflon örtük adı ilə satılmış qazan olmasın. Ya təbii teflon olsun, ya çuğun olsun, çüyün olsun və yaxud da paslanmaz dəmirdən olsun, amma bütün bunların hamısı keyfiyyətli olsun. Qazan alarkən müəyyən xırdalıqlar da var ki, bunlar haqqında danışaram, amma vaxtımız çatmaz. Bunun haqqında bir gün ətraflı olaraq, əyani olaraq göstərəcəm. Məşhur tamaşada deyir, hicranda, göstərəcəyəm. Göstərəcəyəm və burada da qutablarım yavaş-yavaş qəşən pörtlənsin. Şahpulov, Şahpulov, gəlsin o Şahpulov. Oradan qəşən bir Mirzəyi, Mirzəyi çalındıqca balaban fəryad qoparır. Adamı özü ilə bir sirli aləmə aparır. Vağzalı ilə toy başlayır, vağzalı ilə qutarır. Vüsala çatdıran hicran havası yerinə düşər. Qəşəng bir Mirzəyi havası yerinə düşər. Vüqar Əbdulova buradan salamlar. Bax. Şahpulov özü belə ləzzət aldı mənim onun təqdimatımdan. Tablarım da, bax, qəşən pişsin. Orada kərə yağından da əlavə edəcəm. Bu yaxşıdır, amma kəssəm ona balaca ola bilər. Bundan əla. Oy, dayan burada, gəlirəm. Bir dənə sopam bağlayayım, gəlirəm. Bax. İndi bax. Şahpulov. Gözəllik. Qəşənglik. Bu Azərbaycan mətbəxidir. Bu Azərbaycan adətləridir. Bu Azərbaycanın mətbəx, qonaqpərvərlik mədəniyyətlərindəndir. Biz qonaqlarımızı belə qarşılayırıq. Biz qonaqlarımızın ən dəbəli yeməklərimizi qarşısına çıxardırıq. Bizim qonaqlarımız bizim üçün ən doğma, ən əziz insanlardır. Və bu Şahpulov bəy
xan şah yeməyidir. Və bunu da qəşəng kəsməyə adamın əli gəlmir, kəsməyə. Kəsirəm. Bəh. Bax. Ləzzətinə bax ha. Bugün su çərşənbəsidir. Bax, mən də evə gedirəm, evdə bu şahpulovdan hazırlayacağım. Necə hazırlayacağımsa onu da sizin üçün göstərəcəm. Və mənimlə birlikdə də hazırlaya bilərsiniz. Elə mənim səhifəmdən də izləyə bilərsiniz. Şahpulov süfrəmizin, yeməklərimizin əvəz olunmazıdır. Qutaba bax, acığına gəldi. Bir bəsmə. Bəs mənimlə sən deyir, yeməyə başlamasam. Yandırdı. Mənimlə başım qarışdı şahpulova. Mənim şahpulova başım qarışdı, gərək bağışlayasan. Gərək bağışlayasan, Qutab. Sənin öz yerin var, söz yox. Amma şahpulovun da yeri başqadır. Hər bir yeməyin öz vaxtı, öz zamanı var. Bax. Allah tuttuğunuz orucu, etdiyiniz duaları qəbul etsin. Hər kəsin süfrəsində hər gün bir bayram süfrəsi kimi bolluq, bərəkət olsun. Mən bu şahpulovu açdıqca içindən dağılan düyülərin sayı qədər hər kəsə xoşbəxtliklər arzu edirəm. Arzu edirəm ki, süfrəniz hər zaman bax belə bərəkətli olsun, ruzulu olsun. Və hər zamanda su çərşənbəsi kimi aydınlıq içində olasınız. Su çərşənbəsi hər zaman sizə aydınlıq gətirsin. Bax. Və belə bir gündə də bizim adətlərdən biridir. Su və su ilə də hər bir yana su çilirik. Aydınlıq gəlsin. Özünüzdən müğayət olun. Əziz, dəyərli, hörmətli izləyicilərimiz. Hər zaman aydınlıq içində olun. Hər zaman bütün pisliklər, negativ enerji bu su ilə axsın, getsin. İşimiz aydın, avanda olsun. Çərşənbəniz mübarək.